Salam əziz Mokroçanqan izləyicilərimiz. Gördüyünüz kimi 1030 kilometr olmuşuq. Hal-hazırda 1030 kilometrdə, yəni 1000 kilometrdə nə etdiyimizi danışaq. Yəni servis baxımından, usta baxımından nələrə xərc çəkmişik, onlardan danışmaq istəyirəm ki, biraz məlumatınız olsun. 1000 kilometrdə ümumiyyətlə heç nə eləməmişik. Sadəcə 7 manata antifriz alıb içinə əlavə eləmişik. Antifrizin getməyinin səbəbi də yəqin ki, havaların soyuqluğundan kondisioner ola bilər, çox güman ki, başqa da heç bir şey. 1000 kilometr ərzində sadəcə bir dəfə aldığımız müddətdə 1000 kilometr ərzində bir dəfə benzin vurmuşuq, 95 benzini vurmuşuq. 950 kilometr vermişdi, hal-hazırda 300 kilometr qalır və 1030 kilometr sürmüşük və əlbəttə ki, bu tokla qarışıq olan bir rəqəmdir. Çox sağ olun, var olun.